Salam aleyküm. Mən yenə sizlərlə Ramiz Medya'dan danışmaq istəyirəm. Çünki vurulmuş personajdır. Vurulmuşu vurmağa nə var ki? Bizdə elə fikir formalaşır ki, niyə görə sağlığında və ya postu olarkən onun haqqında danışmırdınız? İndi çıxarıldıqdan sonra, vurulduqdan sonra niyə danışırıq? Bəli. Hətta mən də danışıram. Daxili siyasətə qarışmayan bir insan, hətta vurulmuşu da vurmağa imkan vermirsiniz. Sağlığında özü yıxıldıqdan sonra bəzi məsələdə bizim qüvvələr var, deyir ki, niyə? Ramiz Medya özü bir obrazdır, özü bir Azərbaycan məmurlarının, dövlət qulluqçularının bir obrazıdır. Yəni bizdə elə bir, bəlkə bu adamla əlaqəlidir, mən elə fikirləşirəm, 90% bu adamla əlaqəlidir. Bizdə elə bir fikir formalaşıb ki, mütləq məmur işə gedirsə, o nəsə iş düzəldim, xalqa yardım eləyim, insanlığa yardım eləyim. Bu mənada işə getmir. O fikirləşir ki, işə gedirəmsə nəsə pul qazanmağa gedirəm. Yəni təsəvvür edirsiniz, insan pul qazanmaq üçün də düşünür ki, kiməsə maneçilik eləyim. Yəni gedim insanlara maneçilik eləyim. Yəni qazancı bu yolla görün. Məsələn, tutaq ki, mən bir dəfə bir Yahudi ilə danışırdım, qayıdıb gəlmiş Yahudi. Dedim, hamı ora gedirsən, niyə qayıdıb gəlmişsən? Dedi, bizdə də, Azərbaycanda da vəziyyət o qədər də pis deyil. Bizdə biraz məmur problemi var da. Orada vəziyyət çox ciddidir. Bizdə burası məmur problemlərini həll eləsələr, belə də götürəndə Azərbaycanda yaşamaq da elə çətin bir iş deyil. Yəni hamı yaşaya bilər, normal da yaşaya bilər. Yəni onun fikri mənim çox xoşuma gəlmişdi o vaxtı. Deyir ki, bizdə məmurlar işə gələndə fikirləşirlər ki, gedək görək kimə maniş eləyə bilər, kimə problem yarada bilərik. Məsələn, İsraildən fərqli olaraq bizdə deyir, məmurlar fikirləşir ki, işə gedəndə gedək kimə problem yarada bilərik. Bax, Azərbaycan məmurunun bax, bu obrazı var bizdə. Bu Ramiz Medya'nın bəlkə də əsl obrazıdır. Fakt bax budur. Gedək problem yaradaq.